Salam məsləhətlər, mən Masterli Tədris Mərkəzinin İngilis dili müəllimi Yusuf Süleymanov. Bu videoda sizlərə Telegram qrupumuzda paylaşdığımız esse sualına cavab olaraq model nümunəni izah etməyə çalışacağam və model nümunənin timsalında ümumiyyətlə esse nədir, quruluşu nədir, necə olmalıdır, necə yazılmalıdır, bizdən tələb olunan kriteriyalar nələrdir, nələr bal kəsintisinə gətirib çıxarır, bütün bu vacib faktorlar haqqında danışacağıq. Ümumiyyətlə esse keçən ildən bəri istifadə olunmaya başlayıb magistrat imtahanında. Əvvəllər istifadə olunmurdu və hal-hazırda tələbə 5 balını esse üzərindən əldə edir. IELTS-də essenin bir neçə növü var. Biz buna agree, disagree, digərləri opinion essay, advantage and disadvantage, double question essay, problem and solution essay, cause and effect essay, discussion essay deyə bilərik. Düzdür, Dövlət İmtahan Mərkəzi standart olaraq vurğulamayıb ki, bəs hansı növ esselərdən istifadə edəcək. Sadəcə magistr jurnalında dərc etdiyi hər iki esse sualının növü opinion essay idi və bu il qəbula düşən suallardan biri opinion essay, digəri isə advantage and disadvantage növünə aiddir. Fərqi yoxdur, hansı esse növü olur olsun, bütün esselerin quruluşları eynidir, yəni struktur olaraq eynidir, sadəcə mərz olaraq fərq edirlər. Dövlət İmtahan Mərkəzinin daha çox istifadə etdiyi, daha çox üstünlük verdiyi esse növünün opinion essay olduğu üçün mən də bugün nümunəni və quruluşu opinion essay növünün üzərində belə deyək, izah etməyə çalışacağam. Ümumiyyətlə, bütün esselər 4 əsas hissədən ibarətdir. Fərqi yox, növündən asılı olmayaraq 4 əsas hissədən ibarətdir. Ən birinci hissə gəlir introduction, yəni giriş hissə. Biz buna giriş hissə deyirik və giriş hissənin özünün xüsusi bir quruluşu olur və siz mütləq şəkildə bu quruluşu gözləməlisiniz. Və bu quruluş esse növünə görə dəyişir. İndi opinion essay üzərində giriş hissə necə olur? İlk olaraq paraphrastic question. Bu, bütün esselerin giriş hissəsində eynidir. Yəni, sizə verilən mövzunu, tapki və ya sualı siz parafraz edirsiniz. Parafraz etmək nə deməkdir? Parafraz etmək odur ki, sizə verilən cümləni, mənanı eyni saxlamaq şərti ilə fərqli sözlərdən istifadə edərək, fərqli cümlə quruluşundan istifadə edərək oxucuya təqdim edirsiniz. İndi mən aşağıda nümunədə izah edəndə aşağıda nümunələrə yazmışam, tam rahat şəkildə başa düşəsiniz. Ümumiyyətlə, parafraz etmə üsullarını biz Master Level'in esse kitabında çox ətraflı şəkildə işləmişik. Yəni, siz oradan belə deyək, məlumatı əldə edərək rahat şəkildə parafraz etmə üsullarını başa düşə bilərsiniz. Sadəcə, burada izah etsəm çox uzun bir vaxt alacaq. Yəni, kitabı əldə edərək çox rahat şəkildə başa düşə bilərsiniz. İkinci sənədir, state your opinion. Ümumiyyətlə, belə bir şey deyim, parafrazı keçməmişdən əvvəl çox tələbə parafraz məsələsini səhv başa düşür. Çox tələbə götürür, yuxarıda verilən cümləni olduğu kimi aşağıda qeyd edir. Bu da əlbəttə ki, repetitiondur, yəni təkrarçılığa gətirib çıxarır və təkrarçılıq esseye yoxlanan zaman bal kəsintisinə səbəb olan ən böyük faktorlardan biridir. Yəni, çalışın yuxarıda verilən cümləni mütləq şəkildə aşağıda fərqli şəkildə mənanı saxlamaq şəkildə fərqli şəkildə təqdim edin. Bu da artıq elə bir təəssürat yaradır ki, sizin söz bazanız zəngindir və bir topiki siz başa düşüb, onu fərqli şəkildə ifadə edə bilirsiniz. Bu artıq çox yaxşı bir təəssürat yaradırsınız oxucu üzərində. Ona görə də parafraz etmək, yaxşı parafraz etməyi bacarmaq əslində inşanı yoxlayan şəxsin üzərində çox yaxşı bir təəssürat yaratmaq deməkdir. Sonra gəlir bizim state your opinion. Yəni, yuxarıda əlbəttə opinion essay'də sənə bir standart sual verir və ya topik verir. Deyir ki, sən buna razısın yoxsa razı deyilsən. Sən razı ola bilərsən, razı olmaya bilərsən, qismən razı ola bilərsən, qismən razı olmaya bilərsən, fərqi yoxdur. Öz fikrini bilirsən, ya deyirsən I agree, I disagree. Ən sonunda isə thesis statement yazırsan. Bu nədir? Sən deyirsən ki, məsələn, mən razı deyiləm, fikrini bilirsən, filan səviyyələrə görə, məsələn, 2 dənə deyirsən, bu səviyyələrə görə standart, amma səbəbi uzadıb yazmırsan. Qısa şəkildə deyirsən, bu səviyyələrə görə outline deyirsən, həmin səbəbləri. Həmin səbəblərdən sən body paragraflarda danışasan. Standart deyirsən ki, bu səbəblərə görə mən bu fikirlə razıyam və ya razı deyiləm. Məsəl üçün, sənə topik verirlər, deyirlər ki, biz keçmiş dəyərləri qoruyub saxlamalıyıq. Sən deyə bilərsən ki, mən razıyam, niyə görə razısan? 2 dənə səbəbi burada vurğuluyursan, qısa şəkildə, balaca. Və ya deyə bilərsən ki, mən razı deyiləm, yenə 2 dənə səbəbi burada vurğuluyursan. Bu o deməkdir ki, sən burada vurğuladığın səbəblər haqqında bax, burada danışasan. Və artıq oxucu giriş hissəni oxuyan kimi başa düşür ki, sən nədən danışasan. Bu artıq çox mühüm rol oynayır. Sən əgər introduction hissəsini lazımı şəkildə yazmasan, artıq bu oxucu üzərində elə də yaxşı bir təəssürat yaratmamaq deməkdir. Ona görə də çalışın introduction hissəni mütləq şəkildə, lazımı şəkildə yazın. Və çox geniş böyük cümlələrdən istifadə etmirik. Maksimum belə də 2-3 cümlə ilə fikrimizi ifadə etməliyik.
Çünki magistraturada söz limiti var. Magistraturada minimum söz limiti 150 sözdür. 150-180 deyirlər. Yəni siz 150-180 söz aralığında artıq belə deyək, öz fikirlərinizi ifadə etməlisiniz ümumi esse olaraq. Və çox artıq söz yazmaq, çox əksik söz yazmaq artıq sizdən bal kəsintisinə səbəb olur. Sonra gəlir bizə nə? Body paragraf 1. Artıq body paragraf 1 sizin burada verdiyiniz bir example və ya bir reasonu izah edir. Baxın, state the central idea of your phrase main point. Bu nə deməkdir? Yuxarıda siz demişdiniz, məsəl üçün, mən keçmiş dəyərlərin qorunmasına razıyam. Bir dənə səbəbi gətirmişsiniz. Həmin səbəbi yenə burada vurğuluyorsunuz birinci hissədə, cümlədə. Sonra başlayırsınız həmin belə deyək də səbəbi və ya həmin reasonu izah eləməyə, nümunəni izah etməyə. Özünüzdən ayrılan cümlələr yazırsınız, 2-3 cümlədən izah edirsiniz və ya belə deyək də daha yaxşı kompleks cümlələrdən istifadə edirsiniz. Fərqi yoxdur. Bu artıq sizdən asılıdır, sizin söz bazanızdan asılıdır, sizin cümlələrin zənginliyindən asılıdır. Ən sonunda da onu uyğun olaraq nümunə verirsiniz. Baxın, nümunə IELTS esse yazan, bu ümumiyyətlə IELTS-də fərqi yoxdur, doktoranturada, magistraturada hər yerdə önəmlidir. Niyə görə önəmlidir? Çünki sən nümunə verirsənsə, bu deməkdir ki, artıq sən həmin topik haqqında məlumatın var. Və ya belə deyək, bu opiniyonda daha çox rol oynayır. Sən əgər bir fikri irəli sürüb, sonra onun haqqında fikrini dəstəkləyən nümunə verirsənsə, artıq bu yazar üzərində, belə deyək, oxucu üzərində çox yaxşı bir təsir yaratmaq deməkdir ki, bəs sən fikrini izah etmisən, hətta ona uyğun olaraq dəstəkləyici, yəni supporting example-lar da verə bilirsən. Və bir də çalışın nümunə verən zaman nümunələr real olsun. Yəni real necə real olsun? Məsəl üçün çox belə uydurma şeylərə qaçmayın. İndi məsəl üçün burada opinion essaydə daha çox sənin fikrin mühüm əhəmiyyət daşıyır. Sadəcə yenə də sən qeyri-real bir nümunələrdən istifadə edə bilməzsən. Çünki oxucu bunu yoxlayan zaman, oxuyan zaman artıq bu da bal kəsinə səbəb ola bilər. Çünki reallıq çərçivəsini belə deyim də o da bilir. Ona görə çalışın özünüzdən nümunələr verin və daha çox real nümunələr olsun. Sonra body paragraf 2, bəs siz burada yenə də öz fikrinizi, ikinci bir səbəbi və ya ikinci bir fikrinizi izah edirsiniz. Ona aid yenə izah verirsiniz, bir neçə cümlədən ibarət. Sonra yenə ona aid nə edirsiniz? Nümunə verirsiniz. Və mən bütün bu quruluşu, yenə deyirəm, bölmələri, hissələri esse üzərində, aşağıda esse üzərində izah edəcəm. O zaman tam olaraq bu quruluşu başa düşəcəksiniz və heç bir probleminiz olmayacaq. Ən son hissədə isə conclusion və sən conclusion hissədə çox qısa olmalıdır mütləq şəkildə. Yuxarıda qeyd etdiyin, belə deyək, səbəbləri, reasonları, example-ları çox qısa şəkildə nə etməlisən? Artıq oxucuya təqdim etməlisən. Yenə də öz fikrini bilirsən, deyirsən ki, məsəl üçün mən razı, belə deyək də, conclusion hissənin xüsusi öz sözləri olur. Kimi onları sizə göstərəcəm. Bütün əslində hissələrin sözləri olur. Hamısını göstərəcəm inşallah. Xüsusi olaraq qeyd edirsən ki, mən razıyam, razı deyiləm. Sonra yuxarıda qeyd etdiyin səbəblərdir, reasonlardır. Onları da qısa şəkildə deyirsən, yəni parafraze olmuş formada desən daha yaxşı olar. Onu da bitirirsən. Yəni 1-2 cümlədən maksimum istifadə edərək conclusion bitirirsən. Ümumiyyətlə çalışın conclusion heç vaxt çox olmasın və conclusionda əlavə çalışın, belə deyək də, cümlələrdən istifadə etməyin. Gəlin bu hissələrin daha ətraflı izahına keçək. Ümumiyyətlə, introduction hissədə, baxın, yazır, keep it short, usually around 2 or 3 sentences. Yəni, 2-3 cümlə də siz mütləq şəkildə izah etməsiniz. Çalışın, qısa şəkildə deyin. Yenə qeyd edir və sən öz topikini, mövzunu introduce edirsən, təqdim edirsən, sonra öz fikrini bildirirsən, sonra aşağıda nədən danışasan, onlar haqqında vurğuluyursan. Yəni, outline edirsən, pointlər, body paragraflarda nədən danışasan. Sonra body paragraflarda vəziyyətdə nə barətdir? Bəs yenə ideyanı, hər body paragrafın öz ideyası olur. Yəni, səbəblər ola bilər bu. Hər hansı bir nümunə ola bilər, fikir ola bilər. Onu introduce edirsən. Sonra həmin ideyadan kənara çıxmırsan. Məsəl üçün, bu nə deməkdir? Məsəl üçün, deyir ki, bir nümunə verir sizə. Deyirsiniz, məsəl üçün, X, Y-yə görə bu fikirə razıyam. İndi siz body paragraf 1-də ancaq X-dən danışmalısınız. Body paragraf 2-də də ancaq Y-dən danışmalısınız. Artıq body paragrafdan X-dən çıxıb kənar yerə getmək, bu artıq strukturdan kənar bir şeyə gətirib çıxarır və bu da bal kəsinə gətirib çıxarır. Sonra sübut verirsiniz, nümunə verirsiniz, sonra onlara explain, belə deyək də, izah edirsiniz
Ən sonuncu, ən vacib sənəd bir nədir? Aim for coherence and cohesion within each paragraph by using appropriate transition words. Və transition words-ı mən birazdan sizə tam olaraq belə deyək də göstərəcəm və izah edəcəm. Transition words-lər vacibdir ümumiyyətlə. Conjunction words-ü, phrasal words-ü, linking words-ü, bunlar hamısı vacibdirlər. Çünki hər paragrafın özünün xüsusi belə deyək də sözləri olur ki, sən onları vurğulayan zaman paragraf daha axıcı olur. Və oxucu üçün bu daha səlis bir belə deyək ki, esse gətirib çıxarır. Ona görə də bu belə deyək də linking words-lərdir, sonra transition words-ləri bilmək vacibdir. Bu sizin balınızın artmasına gətirib çıxarır. Biz Masterevin esse kitabında bütün transition words-ləri hamısını qeyd etmişik. Yəni ondan artığı yoxdur. Hər bir hissədə hansı transition words istifadə olunmalıdır, nələrdən istifadə edə bilərsiniz. Rəngarəng orada ifadələri var ki, bəs onlardan istifadə edərək esse balınızı kifayət qədər qaldıra bilərsiniz. Həm də essenizi daha axıcı göstərə bilərsiniz oxucuya. Sonunda gəlir bizim conclusion hissəmiz. Yenə deyirəm, bəs əsas 2 dənə yuxarıda body paragraflarda nələr danışmışsınız onu dinləyirsiniz, summarize edirsiniz qısa şəkildə. Öz fikrinizi bilirsiniz, razı deyirsiniz və burada ən vacib punktlardan biri nədir? Avoid introducing new ideas in the conclusion. Yadınızda saxlayın, heç vaxt conclusionda nümunə verməyin və ya əlavə bir belə deyək də mövzudan kənara çıxan bir fikir bildirməyin. Düzdür, IELTS-də məsəl üçün sual veriləndə recommendation hissəsi orada olur. Ən aşağısı conclusion-a verə bilərsiniz. Bu balın orada yüksəlməsinə gətirib çıxarır. Amma əgər sizdən tələb olunmursa recommendation, yəni məsləhət tələb olunmursa nəsə bir mövzu haqqında çalışın etməyin. Standart olaraq 1-2 cümlədə fikrinizi bildirin, yuxarıda verilən fikirlərinizi, example-larınızı qısaldın, parafrazi şəkildə vurğulayın və sonra da fikrinizi bildirin. İndi gəlirik Dövlət İmtahan Mərkəzinin esse yazan zaman bizdən tələb etdiyi kriteriyalara ki, bunlar vacibdir və biz bunları kitabda da vurğulamışıq. Ən birinci kriteriya nədir? Have a clear structure consisting of introduction, body paragraphs and conclusion. Mən standartda yuxarıda vurğuladım. Hər bir essenin nə olmalıdır? Standart olaraq introduction giriş hissəsi olmalıdır. 2 body paragraf bizə 2 bəsidir. 3 də yaza bilərsiniz, amma bizə söz limiti 150 olduğu üçün minimum 150-180 olduğu üçün 2 kifayət qədərdir. Çünki 3 yazan zaman artıq siz söz limitini belə deyə artırmaq olacaqsınız. Bu da sizin üçün o qədər də effektiv olmayacaq. 2 dənə body paragraf, ən sonunda nə? Conclusion hissə. Və hər birini çalışın abzasdan yazın. Bu nə deməkdir? Bu vacibdir. Baxın, ümumiyyətlə esse yoxlayan zaman mütləq şəbəkə struktura fikir verirlər. Baxın, introduction, sonra ikinci abzasda olacaq nə? Body paragraf 1, sonra o abzasda olacaq body paragraf 2, ən sonunda olacaq nə? Conclusion, yəni yekunlaşdırıcı hissə. Hamısını da abzasdan yazırsınız. Mütləq şəkildə. Bir-birinin arxasına yazmaq olmaz və ya abzas qoymadan yazmaq artıq bunlar hamısı bal kəsintisinə gətirib çıxan şeylərdir. Çünki clear structure deyəndə avtomatik başa düşməlidir ki, bax bu nədir? Introduction, giriş hissədir. Bu nədir? Body paragraf 1-dir, 2-dir. Bu nədir? Yekunlaşdırıcı hissə. Bunlar vacibdir. İkinci əsas kriteriya use an appropriate paragraph-indir. Bu sizdən nəyi tələb edir? Ümumiyyətlə esse yazan zaman mütləq şəkildə əvvəlcədən onu planlaşdırmaq lazımdır ki, bəs mən introduction-da nə yazacağam, bodylərdə nə yazacağam, conclusion-da nə yazacağam və mütləq şəkildə hər bir quruluşun, yəni hər bir hissənin özünün şərtləri cavablanmalıdır. Yəni siz kənara çıxsanız artıq bu sizdən bal kəsintisinə gətirib səbəb olacaq. Ona görə də esse yazmamışdan qabaq mütləq şəkildə essenizi planlaşdırın. Üçüncü kriteriya create and coherent concept text by using a variety of characters'dır. Bu ən vacib kriteriyalardan biridir. Çünki essenizin daha axıcı olmasına gətirib çıxarır. Hər bir hissədə xüsusi bir söz gəlibləri olur. Belə deyək. Linking words ola bilər, connectors ola bilər, conjunction ola bilər, fərqi yoxdur. Siz onlardan istifadə etməklə essenizi daha zəngin və daha axıcı göstərirsiniz. Məsəl üçün biz Masterevin esse kitabında qeyd etmişik ki, bəs siz introduction hissədə hansı söz qəliblərindən, cümlə qəliblərindən istifadə edə bilərsiniz. Sonra introduction hissənin sonunda hansından istifadə edə bilərsiniz. Fikrinizi hansı söz qəliblərindən ifadə edə bilərsiniz. Body paragraflarda hansı, belə deyək, söz qəliblərindən istifadə edə bilərsiniz. Burada hamısını ətraflı şəkildə qeyd etmişik. Həmçinin siz nümunə verən zaman, müqayisə edən zaman, daha belə deyək də əlavə nümunələr verən zaman, nəticə bildirən zaman hansı söz qəliblərindən istifadə edə bilərsiniz. Hamısını burada ətraflı şəkildə qeyd etmişik. Hətta burada fikrinizi izah etmək üçün daha başqa əlavə söz qəlibləri var ki, bunlardan istifadə etsəniz sizin balınız kifayət qədər yüksək olacaq. Çünki connectorlarda, ümumiyyətlə linking words-ü, conjunctionlarda bunları esse yoxlayanlar xüsusi diqqət edirlər.
Dördüncü əsas kriteriya follow the word limitdir. Ümumiyyətlə söz limiti məsələsi çox vacibdir. Magistraturada standart olaraq bizə söz limitini Dövlət İmtahan Mərkəzi 150-180 qeyd edib. Yəni minimum 150-180 olmalıdır. Çalışın 150-180 arasında yazın. Bu doktoranturada minimum 200 sözdür, IELTS-də minimum 250 sözdür. Amma standart olaraq sizdən tələb olunan hansı fərqi yoxdur, imtahanda iştirak etməyinizdən asılı olmayaraq mütləq şəkildə söz limitini nəzərinizə saxlayın, mütləq şəkildə. 5-ci kriteriya produce an original text in formal register. Vəziyyət nədən ibarət? Sizə verilən bir, belə deyək, esse nümunəsini, esse sualını mütləq şəkildə orijinal şəkildə cavablamalısınız. Yəni çalışın, mən videonun ilk başında qeyd etmişdim, o yuxarıdakı cümləni aşağı parafraz edən zaman copy-paste eləməyin. Fikirlər çalışın özünüzə olsun, nümunələr özünüzə olsun, explaining sentences var, hansı izah edici cümlələr var, özünüzə olsun, təkrarcılıqdan qaçın, plagiatdan qaçın. Bunlar hamısı sizin ballarınızı kəsən, belə deyək, şeyləri. Çalışın bunlardan qaçsanız, yayınsanız kifayət qədər nəticəniz yüksək olacaq. 6-cı kriteriya nədir? State your personal opinion to the topic and several reasons to support it. Baxın, bu vəziyyət biraz fərqlidir. Əslində, burada məsələ nədən ibarətdir ki, bəs deyir ki, sən öz fikrini hər hansı bir mövzuya ifadə et və onu dəstəkləyən cümlələrdən, səviyyələrdən istifadə et. Bu sadəcə opinion essay-dədir. Yəni sizdən fikir tələb olunursa bunu qeyd edə bilərsiniz. Əgər fikir tələb olunmasa qeyd edə bilməzsiniz. Yəni bu xüsusi olaraq bunu xüsusi qeyd edin, çünki siz belə deyim, məsəl üçün cause and effect essay-də aparıb fikrinizi bilirsəniz, bu artıq essay strukturundan kənara çıxacaq. Amma opinion essay-də standart şəkildə, rahat şəkildə öz fikrinizi bildirə bilərsiniz. Və fikir versəz, demək olar ki, DIM öz kriteriyasını opinion essay üzərində formalaşdırır və hətta advantage and disadvantage essay-ində də bir fikir soruşulurdu. Ona görə də ən çox üstünlük verilləri opinion essay-dir. 7-ci kriteriya give relevant support examples from your own experience. Biz burada açıq şəkildə qeyd etmişik. Yenə deyirəm, özünüzün həyatınızdan olan bir nümunələr verə bilərsiniz. Biraz qurma ola bilər, sadəcə çox, belə deyək də, reallıqdan kənara çıxması. Məsəl üçün, burada qeyd etmişik, siz meşədə gəzən zaman bir ayıya rast gələ bilərsiniz. Onu danışa bilərsiniz ki, problem yoxdur, çünki hamıya rast gələ bilər. Amma onunla dalaşmazdan danışsanız, uyğun olmayan, irrelevant nümunə kimi götürəcək. Yəni, heç kim inanmaz ki, sən gəlib ayağınla dalaşmısan və ya bir aslanla, şirlə dalaşmısan. Yəni, çox belə uydurma şeyləri getirib aparıb çıxarmayın. Amma öz həyatınızdan nümunələr versəniz, daha, belə deyək, yaradıcı bir essay nümunəsi ortaya çıxara bilərsiniz. Kriteriyada provide set of reasons and relevant examples to express an opposing opinion. Bu nə deməkdir? Ola bilər ki, siz essayinə razı deyilsiniz fikirlə. Əlbəttə bu ola bilər və siz razı olmadığınız təqdirdə mütləq şəkildə nümunələr verməlisiniz, izah edici cümlələrdən istifadə etməlisiniz yenə də. Bunlar da vacibdir. 9-cu kriteriya sequence information and ideas in an organized and logical way. Bu nə deməkdir? Ümumiyyətlə, biraz öncə demişdim, essayini yazmamışdan əvvəl mütləq şəkildə planlayın. Yəni ki, siz introduction-da nə yazasınız, bodylərdə nə yazasınız, conclusion-da nə yazasınız. Yəni elə bir-birini təzad edən cümlələr və fikirlərdən istifadə etməyin. Və ya elə qurun ki, essayini. Quruluş olaraq, məsələn, conclusion-dan introduction bir-birinə uyğun gəlsin və ya bodylər bir-birinə uyğun gəlsin ki, bir problem olmasın. Onda follow the punctuation rules where appropriate. Biz kursun dərc etdiyi kitabda punctuation rules-u mütləq şəkildə qeyd etmişik. Orada vergüldür, əsas vergül nöqtədən istifadə olunur və ən çox bunlar diqqət yetirilir. Və bunu da deyim ki, essay yoxlanan zaman ən vacib nüanslardan biri də elə punctuation rules-dur. Bəs siz mürəkkəb cümlə o zaman harda vergül qoymalısınız və harda nöqtəni normal şəkildə qoymalısınız, harda apostrofdan istifadə etməlisiniz. Biz bunu kitabda qeyd etmişik və mütləq şəkildə bunları bilməlisiniz, çünki bu bal kəsintisinə gətirib çıxarır düzgün işlənmədiyi təqdirdə. 11-ci kriteriya nədir? Use a range of vocabulary and grammatical structures with flexibility and accuracy. Bu nə deməkdir? Siz cümlələri quran zaman fərqli-fərqli quruluşlardan istifadə etməlisiniz və fərqli-fərqli sözlərdən istifadə etməlisiniz. Ümumiyyətlə, phrasal verbs var. Bunlar vacibdir. Mütləq şəkildə ən azı 1-2-dən istifadə etsəz ki, bu da sizi, belə sizin essayinizi daha axıcı edəcək. Sonra fərqli-fərqli biraz advanced sözlərdən istifadə etməniz daha məqsəd uyğundur. Amma advanced söz deyəndə tələbələr biraz bu məsələni səhv başa düşürlər. Necə səhv başa düşürlər? Elə bilər ki, bütün hər hissədə istənilən yerdə biz advanced sözü işləsək, bizim balımız yuxarı olacaq. Əlbəttə bu elə deyil. İngilis dilində sözlər biraz nisbi mənada işlənir. Yəni siz bəzi sözlər var ki, siz həmin sözü bəzi yerlərdə işlədə bilməzsiniz.
Yəni siz kompleks söz seçib, yəni advanced söz seçib uyğun olmayan bir cümlə işlədəcəksinizsə, bu bal çıxıntısı kəsilməsinə gətirib yaradacaq. Əgər tam yerini işlətməyi bilmirsinizsə, asan sözlərlə də öz fikrinizi ifadə etməyiniz kifayətdir. Yəni əsas məsələ sözü düzgün işlətməkdir. Yəni əsas məsələ necə işlətməkdir. Nəyi işlətmək yox, necə işlətməkdir. Ona da diqqət edin. Yəni çalışın advanced sözlərdən istifadə edin, amma necə işlətməyi bilmirsinizsə, yəni ondan qaçının. Çünki bu da bal çıxıntısına gətirib çıxaracaq. Yəni burada phrasal verb linking verbsdən istifadə edir ki, biz də mən biraz öncə göstərdim ki, bəs hər bir paragrafda, hər bir hissədə özünün xüsusi linking verbsləri var, konnektorlar var ki, bəs siz onlardan istifadə etməlisiniz ki, esseniz daha axıcı görünsün və daha yaxşı bir təəssürat yaransın. İndi isə Telegram qrupumuza göndərdiyimiz esse sualına cavab olaraq modelimlə sizə izah edəcəm. Çalışacağım quruluş üzərində tam olaraq izah edim ki, yuxarıda opinion essay belə deyək, strukturu tam olaraq sizə aydın olsun. Hər bir hissədə standart olaraq ya sizə bir belə deyək, mövzu verilir, mövzu haqqında fikirləriniz soruşulur, ya sual verilir, suala cavab verirsiniz. Bizim essay sualımız nədir? Government should spend more money on education than sport. Dövlət deyir, idmandan daha çox təhsilə pul xərcləməlidir. Do you agree or disagree? Razısınız və ya razı deyilsiniz. Use specific reasons and examples to develop your essay. Xüsusi nümunələrdən və səbəblərdən istifadə edərək öz essayinizi qurun. Biz demişdik, essay əsas 4 hissədən ibarətdir. Birinci hissədə nə olur bizim? Introduction, body 1, body 2, bir nə? Conclusion. Ümumiyyətlə, IELTS-də bir qayda var. Orada söz limiti minimum 250 olduğu üçün introduction-da giriş hissədə parafraz etməmişdən əvvəl xüsusi bir cümlə yazmaq olur. Məsəl üçün, bizdə essay sualı global warming-in bəd effektlərindən soruşursa, o parafraz etməmişdən qabaq belə bir cümlə yazır. Məsələn, deyirik ki, global warming is one of the tremendous problems in the world. Artıq oxucu həmin cümləni oxuyan zaman başa düşür ki, global warming-dən danışırıq. İkinci nəyə bilir? Bilir ki, artıq global warming özü nədir? Problemdir. Böyük bir problemdir. Amma bizdə söz limiti minimum 150-180 olduğu üçün, yəni o aralıqda olduğu üçün bizim o cümləni yazmağa ehtiyacımız yoxdur. Standart olaraq biz quruluş necədir? Parafrazdan başlayırıq. Onu da qeyd edim ki, IELTS-də həmin cümlə, yəni həm conclusion, həm də introduction-a yazılan o əlavə cümlə kifayət qədər bal artımı, yəni kifayət qədər bal gətirir, yəni əlavə bir bal gətirir. Yəni bizdə hal-hazırda ehtiyac yoxdur. Standart olaraq nədən başlayırsınız? Parafrazdan başlayırsınız. Parafraz nə idi? Sizə verilən cümləni mənanı eyni saxlamaq şərti ilə fərqli sözlərlə, fərqli quruluşda oxucuya təqdim etmək. Biraz öncə izah etmişdim. Parafrazın bir neçə yolu var. Biz kitabda ətraflı şəkildə onu izah etmişik. Ən vacib, ən çox istifadə olunan yol nədir? Sinonimdən istifadə etmək yolu. Ümumiyyətlə, mən biraz öncə sizə göstərmişdim. Introduction başlanğıcında, sonunda istifadə olunan qəlib sözlər var. Məsələn, burada mən it's argued-dən istifadə etmişəm. Yəni, çox it's believed-dən deyə bilərsiniz. Ədin artıq çoxdur. Yəni, kitabda hamısını qeyd etmişik. Həmin qəlib sözlərdən istifadə edə bilərsiniz. Yəni, it's argued that, yəni iddia edilir ki, həqiqətən bu cümlə kimsə tərəfindən deyilir, iddia edilir. Government, should, baxın, ought to, should nədir? Sinonimidir. Invest, spend, xərcləməlidir və ya investisiya etməlidir. Nəyə? Pulu. Nəyə? Təhsilə. Burada da təhsilə gedir söhbət. Nəylə müqayisədə? Sportla, idmanla müqayisədə. Eyni mənaya gəlib çıxır. Düzdür, fərqli sözlərdir, fərqli quruluşdur, amma məna olaraq eynidir. Biz bu cümləni nədir? Parafraz edik. Parafrazın məqsədi odur. Yəni, mən bu cümləni götürüb bura copy-paste eləsəm, əlbəttə ki, bu nədir? Bal kəsilməsinə gətirib çıxarasıdır. Biz belə bir şeylər etməyə çalışın. Yəni, ümumiyyətlə, repetitiondan qaçın. İstər söz olaraq, istər cümlə olaraq, istər fikir olaraq, ideya olaraq, hər şey olaraq. Repetitiondan qaçın. Çalışın, nə olursa özünüzün olsun. Orijinal olsun. Parafraz etdik. İkinci məsələmiz bizim nədən ibarətdir? İndi bu cümləni əlbəttə ki, biz parafraz etdik. Amma bu cümləni bir cür şəkildə biz parafraz edə bilmərik. Mən onu fərqli cür, belə deyək, 5 cür, əlavə olaraq 5 cür şəkildə parafraz etmişəm. Məsələn, the government should prioritize spending on education over sports. Əslində, yəni, belə deyək, öncəliyi nə olmalıdır? Education. Yəni, xərcləmək, baxın, öncəliyi nə olmalıdır? Education. Sportdan daha çox education olmalı. Məna olaraq indi. The government ought to allocate greater portion of its budget to education rather than the sports. Hökumət deyir, öz büdcəsinin böyük hissəsini nəyə verməlidir? Education verməlidir. Sportdan daha çox education verməlidir. Sportun əvəzinə education yenə verməlidir.
Burada artıq direct var. Direct deməkdir? Yönləndirmək deməkdir. Yəni özünün böyük bir hissəsini, büdcəsini nəyə verməlidir? Yəni education-a verməlidir. Və devote var. Nə deməkdir? Həsr etmək. Or dedicate deyə bilərsiniz. The government should devote or dedicate a greater percentage of its budget to education rather than to sport. Və görürsünüz ki, hamısı fərqli cümlədir. Amma hamısının bir dənə mənası var. Və birinci cümlənin parafraz olunmuş formalıdır. Ümumiyyətlə, parafraz çox mühüm əhəmiyyət daşıyır və bir çox tələbə parafrazda əziyyət çəkir. İndi yollarını inşallah biz izah edəsiniz, istəyirsiniz, bir problem qalmayacaq. Amma əsas məsələ odur ki, siz əgər cümləni parafraz edə bilirsinizsə, bu demək ki, siz artıq essenin çox böyük bir hissəsini əldə eləmisiniz. Çünki bu demək ki, siz essenin topikini başa düşmüsünüz. Və artıq ondan sonra nümunələr vermək, izah etmək sizin üçün o qədər də çətin olmayacaq. Sonra biz quruluşuna demişik, introduction parafrazın sonuna gəlir, öz fikrini bildirmək. Mən yazmışım burada, I completely agree that government should allocate money to school and education. Mən razıyam ki, yəni biz burada I completely agree deyə bilərik, I concur deyə bilərsiniz. Fərqi yoxdur. Fərqli qəlib sözlər var ki, biz onları yəni kitabda qeyd etmişik. Hər birindən istifadə edə bilərsiniz, heç bir problem yoxdur. Deyək ki, mən razıyam ki, dövlət öz pulunu daha çox nəyə xərcləməlidir? Məktəblərə və education. Biz öz fikrimizi bildirdik və sonunda da bir dənə sales statement yazırıq. Sales statementdən yazılan zaman da öz, belə deyək də, aşağıda yazacağımız fikirləri outline edir, yəni vurğuluyuruq. Deyək ki, mən inanıram ki, education deyir, nə gətirəcək? Economic benefits and social benefits gətirəcək deyir. Nəyə? O cəmiyyətə, okey. Deməli, baxın, burada artıq mən yenə fikrimi sales statementə bildirdim və əlavə olaraq fikir, belə deyək də, səbəbləri də bildirdim. Səbəblər nədir? Bir, both economic benefits and social benefits. Yəni deyir, mən razıyam bu fikirlə. Mənim fikrimcə education, belə deyək, iki dənə əsas üstünlük gətirəcək. Biri economic benefits, biri social benefits. Bu deməkdir ki, siz fikirə razısınız və səbəbləri də deyirsiniz artıq burada. Biri economic benefits, biri social benefits. Bu deməkdir ki, siz body paragraf 1-də both economic benefitsdən danışasınız. Body paragraf 2-də social benefitsdən danışasınız. Artıq baxın, introduction nə oldu? Parafraz etdiniz. Öz fikrinizi bildirdiniz. Hətta aşağıda nə danışarsınız? Onu qısa şəkildə bildirdiniz. Artıq oxucu bu introduction oxuyandan sonra avtomatik olaraq başa düşəsiniz ki, bu esse nədən belə deyək də söhbət edir. Yəni ən uyğun şəkildə olan introduction baxın belə olur. Sonra gəlir bodylərə. Artıq mən bodyləri bilirəm nədən danışasınız. Birinci nədir? Economic benefits. Başlayıram, artıq bildirməliyəm. İndi bodylərə başlamaq üçün xüsusi gəlib sözlər var. Bunları da kitabda qeyd etmişik. İndi mən to commence seçmişəm. To start yaza bilərsiniz. To begin with ola bilər. Fərqi yoxdur. First of all yaza bilərsiniz. Firstly, yəni bir çox belə deyək, qəlib sözlərdən istifadə edə bilərsiniz. İndi artıq mən ideyanı, yəni body paragraf 1-in ideyasını irəli sürməliyəm. Nədir ideya? Economic, yəni economic benefit. Burada deyir ki, investing in student education can improve society's economy. Bu nə deməkdir? Deyir ki, əgər biz təhsilə invest eləsək, bu cəmiyyəti nə edəcək? İqtisadi olaraq inkişaf etdirəcək. İndi bunu izah eləməlidir. Görək necə izah edir. Yuxarıda da var ya daxil bodylərdə ki, bəs biz fikir deyirsə onu izah eləməliyik. Deyir ki, if more students are able to enter third level education universitet nəzərdə tuturlar. Universitetə daxil ola bilirsə, əgər olar, daha çox tələbə. Sonra deyir, they can be more skilled. Əgər daxil ola bilirsə, deməli, bunlar nədirlər? Daha bacarıqlı olurlar. And if they are more skilled and educated, then it will lead to innovation and increased productivity. Yəni, nə deməkdir? Deyək, əgər onlar çox bacarıqlı və savadlı təhsil edirlərsə, o da nəyə nəticələnir? İnnovasiya, yenilik və daha çox produktiv olmaqla nəticələnir. Baxın, nümunəni verdi, nümunə deyəni fikrini dedi, sonra izahını verdi, nəyə gəlir? Nümunəyə. For example hissəsi çox mühüm əhəmiyyət daşıyır, çünki artıq siz fikrinizi demişsiniz, izahını etmişsiniz, bir dənə nümunə verirsiniz, artıq tam olaraq fikriniz tamamlanır. Deyir ki, for example, both South Korea and Finland invested a huge amount of money in the education. Deyir, məsəl üçün. For example, yəni biz for instance deyə bilərik, here is an example deyə bilərik, fərqli qəlib sözlərdən istifadə edə bilərik. Onlar hamısı kitabda qeyd olunub. Deyir ki, Cənubi Koreya və Finlandiya bəs education sisteminə, yəni təhsil sisteminə çox pul xərcləyib. Sonra deyir ki, it produced results in the form of high-tech companies such as Nokia and Samsung. Nə deməkdir? Yəni deyir ki, və nəticədə nə olub? Artıq nəticəsi olaraq çox inkişaf etmiş o texnologiya kompaniyalara ortaya çıxmasılar ki, Nokia və Samsung. Baxın, artıq biz economically izahını danışdıq və biz bilirik ki, artıq Samsung və Nokia ölkələrə nə qədər ekonomik olaraq
ekonomik olaraq ölkəyə nə gətirirlər? Xeyir gətirirlər. Biz avtomatda birinci bodydə birinci belə deyək, fikrimizi izah etdik və tam olaraq aydınlaşdırdıq da artıq bundan əlavə olaraq bir fikir yürütmək, əlavə bir belə deyim də, əlaqəsi olmayan bir fikir yazmaq nədir? Struktura xələl gətirir. Keçirik ikinci body paragrafa. İkinci body paragrafda artıq biz bilirik nədən danışacağıq? Social benefitlərdən danışacağıq. Çünki introduction-da biz bunu eləmişik, irəli sürmüşük. Siz ikinci body paragrafı fərqli qəlib sözlərlə başlaya bilərsiniz. Furthermore, additionally, yəni kifayət qədərdir. Yəni ehtiyac yoxdur elə. Sadəcə bir ikisini bilsəz kifayət edir. Onu da kitabda qeyd etmişik. İndi başlayır. Education should not be constrained to economic benefits. It also has social benefits. Yəni sadəcə deyir ki, iqtisadi faydaları yoxdur. Ona limitlənməyək. Həmçinin necə faydalar var? Social, yəni sosial benefitlər də var. Okay. Sonra indi artıq bu cümləni izah etməli. Deyir ki, education empowers people to be aware of evils of the society such as violence, drugs, alcohol and sexual abuse. Yəni education insanları inir. O belə deyək də cəmiyyətin o düşmənləri var, hansılar nələrdir? Zorakılıqdır, o narkotiklərdir, sonra içkidir, sonra insanlardan belə deyək sexual abuse'dur, sui-istifadədir. Bunlar hamısı nədir? Bu insan cəmiyyətin nələrdir? Düşmənlərdir. Deyir ki, empowers people. Neyinir? Education, yəni təhsil onları neyinir? Daha da agah edir. Daha da məlumatlı olur insanlar həmin bu cəmiyyətin düşmələri haqqında. Xüsusilə deyir, sonra baxın, nümunə verir. Xüsusi Singapur taught their students about the dangers of drugs. Deyir, Singapur öz şagirdlərinə deyir, o narkotik maddələr belə deyək də, draqların, dərmanların nələr haqqında danışıb? O təhlükələri haqqında danışıb, yəni o pis zərərləri haqqında danışıb, öyrədib onları və nəticədə nə olub? As a result, Singapore is considered to be one of the lowest levels of drug abuse in the world. Və hal-hazırda o drug məsələsinə, yəni narkotik məsələsinə görə ən aşağı səviyyələrdədir hal-hazırda. Gördünüzmü? Artıq biz fikrimizi irəli sürdük, izah elədik və ən sonunda nəticə belə deyək, nümunəni verdik. Yəni bu ikinci fikrimiz də tamamlandı. Ən sona gəlirik to conclude. Conclusion-da artıq çalışın bir-iki cümlədən istifadə edirsiniz. Yəni çox böyük cümlələrdən və çox saylı cümlələrdən istifadə etməyə ehtiyac yoxdur. Sadəcə nə edirsiniz? Xüsusi qəlib sözləri var. As a consequence deyə bilərsiniz, consequently deyə bilərsiniz, to sum up deyə bilərsiniz, in a nutshell deyə bilərsiniz. Fərqi yoxdur. Onları da kitabda qeyd etmişik. Sadəcə nə edirsiniz? Yuxarıdakı main pointləri qısa olaraq vurğulayırsınız. Məsələn, deyirəm, due to its economic and social advantage. Due to nə deməkdir? Because of snowden. Nəyə görə? İqtisadi və siyasi avantajlarına görə. Niyə görə burada benefit yazmadıq? Baxın, ümumiyyətlə, essay yazan zaman çalışın təkrarçılıqdan uzaq durun. İndi düzdür, biz education məsələsini burada sözünü çox istifadə etmişik. Education yerinə schooling deyə bilərsiniz. Amma bunu belə deyək, oxucu özü başa düşür. Çünki bəzi sözlər var ki, siz həmin sözün çox sinonim istifadə edə bilməzsiniz. Məsələn, education'ın sadəcə schooling var. Digər belə deyək, sinonimlər çox da tam ətraflı sinonim olmur. Amma bəzi sözlər də var ki, siz onların ətraflı şəkildə, yəni çoxlu şəkildə sinonim istifadə edə bilərsiniz və çalışın istifadə edin. Məsəl üçün biz burada benefitsin yerinə advantage yazmışıq. Biz bura gətirib pozitiv yaza bilərik, pros constant istifadə edə bilərik, fərqi yoxdur. Yəni çalışın rəngarəng olsun söz baxımından. Aha, yuxarıda 2 dənə punktu vurğuladıq. Sonra I am quite inclined to the opinion. Artıq deyim, mən deyir, razıyam. Yəni I agree kimi bir şeydir bu da. Fərqli bir qəlib sözdür. Artıq fikrimizə bildirdik yenə. Countries should prioritize education over sports when budgeting. Və yenə də vurğulayırıq ki, bu səbəblərə görə, yəni bu 2 dənə səbəbə görə, hansı ki mən yuxarıda vurğulamışam da, bu 2 dənə səbəbə görə ölkələr daha çox öz pulunu nəyə? Təhsilə xərcləməlidir. Yəni təhsili daha öncəlikdə görməlidir. Öncəlik nə olmalıdır? Təhsil olmalıdır. Conclusion-da yazırsınız standart olaraq. Conclusion-da qısa olaraq yuxarıdakı 2 dənə fikri, yəni fərqi yoxdur. Öz fikrinizi, yəni razı deyilsiniz, bildirirsiniz və onun da tam olaraq esseyi qeyd edək ki, bu esse nümunəsi verilən sualı tamamilə ətraflı şəkildə cavablayır, yəni bütün və kriteriyaları nəzərə alır. Ümumiyyətlə, biz esse üçün lazım olan bütün hər şeyi Master Neyber'in esse kitabına qeyd etmişik. Kursun tələbələri üçün ödənişsiz olacaq. Kənar tələbələr istənilən filiala yaxınlaşaraq kitabı əldə edə bilərlər. Ümid edirəm, bu esse nümunəsi və izahı sizin üçün belə deyək, faydalı oldu. Növbəti izahlarda görüşənə qədər.